hansı səbəb xanımın bu qədər tənha, bu qədər məzlum, bu qədər tez dünyadan acılı şəkildə, müsibətli şəkildə köçməsinə səbəb olur. Biz bilirik ki, din adətən nəfslə mübarizədə insanın eyiblərindən söz açır. Eyibləri aşkara çıxarır din. İnsan daxilində, insan xarakterində olan eyiblərdən söz açır. Görəsən, nə üçün hansısa bir eybin barəsində danışırıq, din danışır? Yaxşı xüsusiyyətlər barəsində söhbət açmağımız daha yaxşı olmazmı? Niyə din bu qədər eyiblərdən söz açmağa təkid eləyir? İnsanın varlığındakı çatışmazlıqlardan, o çatışmazlıqların ortadan qaldırılmasından söz açmaqdansa yaxşılıqlardan danışmaq daha önəmli olmazdımı? Cavab budur ki, ona görə din insanın eyiblərindən danışır, bu eyibləri islah etməsindən söz açır. İnsanın varlığı tamamilə paçlıqlarla doludur çünki. İnsan fitrətdə paç doğulur, paç gəlir dünyaya. Bir alim deyirdi, heç bir oğru, heç bir cinayətkar, heç bir zalim dünyaya gələndə zalim olmayıb. Nə də deməyiblər, zalim filan kəs doğuldu o dünyaya gələndə. Lakin bizim sahib olduğumuz eyiblər həmin paçlıq və yaxşılıqların aşkara çıxmasına mane olur. Alaq misalı, görərsən bitkini ot alaq basanda onun aşkara çıxmasına, inkişaf etməsinə, daha çox öz barını verməsinə mane olur. Elə ki, o bitkini alaqlardan təmizləyirsən, bu eyiblər aradan qalxandan sonra bu bitkilər öz barını artırır. İnsan xisləti də bu cürdür. Fitrətən, təbiətən Allah insanı gözəl biçimdə yaradıb, Quran buyurur. Və yaradılışda özünə əhsən deyib, Təbarəkallahu əhsənul xaliqin. Amma bəzən insan batinin, insan daxilin həmin ot alaq misalı eyiblər, nöqsanlar bürüyür və Allahın insan daxilində qoyduğu o üstün bəhrələri, üstün keyfiyyətləri, üstün potensial və istedadları aşkara çıxarmasına mane olur. Sanki Allah bizə deyirsən, bir dənə təmizlə özüvi. Elə bil bir əkinciyə deyirsən, bir dənə əkdiyin məhsulu, sahəndə olan məhsulu alaqlardan təmizlə, qalanıyla işin yoxdur. Allah sanki bizə deyir, bir dənə eyiblərdən təmizlən, mən özüm sənin daxilində olan o üstünlükləri aşkara çıxardacam. Görəcəksən, sən nə qədər sədaqətli imişsən, sən nə qədər yaxşı insan imişsən, sən nə qədər doğru danışan imişsən, sən nə qədər həyalı imişsən, nə qədər qeyrətli imişsən, nə qədər imanlı imişsən. Sənə mane olan həmin eyib və nöqsanlardır. O da Həzrət Əli əleyhissalam buyurur, eyiblərdən uzaqlaşmaq, yaxşı xüsusiyyətləri əldə etməkdən daha önəmlidir. Biz daha çox yaxşı xüsusiyyət əldə eləyək. Yox, əvvəl eyiblərdən uzaqlaş. Eyiblər sənlə gəldikcə o yaxşı xüsusiyyətlərin də mənası olmayacaq. Dəyəri olmayacaq.
Bu eyni ilə yaxşılıq edib sonra öz yaxşılığın zayi edən, sərki verən insanların başına qalxan bir şəxsə bənzəyir. Quran buyurur, bundansa yaxşılıq edib arxasınca əziyyət etməkdənsə xoş bir söz Allah yanında daha dəyərlidir. Bəzən gənclər daha üstün paçlıqlardan söz açmağa, bunu mövzu eləməyə, bunu birinci dərəcəli mövzu eləməyə üstünlük verir. Eyib və nöqsanlardan danışmağı bir qədər pis hesab eləyir. Deyir, bundansa gəl irfanın o güllü çiçəkli bağçasından danışaq. Orada nəfəs alaq. Amma unutmayaq ki, hər nə qədər insan o mərifət dərəcələrindən bəhs açsa, onu özündə cəmliyə, qarşımızda bizim bir nümunə var. Diqqətiniz olsun inşallah. O nümunə iblisdir. İblis bizim üçün bu mövzuda ən başlıca nümunədir. Nə qədər gözəlliklərlə bürünürsən, bürün, o daxili rəzillikləri, eyib və nöqsanları paçlamasan, mələklərlə bir cərgədə də dayansan belə, yenə həlak olacaqsan. İblis, Quranın əvvəlində Allah bu qissədən danışır. Bütün yaradılışın əvvəlidir bu. İnsan xilqətinin, Həzrəti Adəmin, Əbul-Bəşərin xilqətinin əvvəlindən söz açır və iblis qissəsindən, şeytan qissəsindən danışır. Sanki bir filmə bənzəyir. Filmin əvvəlində anonslar verilir. Fraqmentlər göstərilir. Bütün film nədən bəhs edəcək? Bu fraqmentlərdə, bu anonslarda qısa şəkildə qeyd olunur. Adəmin yaradılışında Allah şeytan nümunəsi qoyur. Şeytan büsbütün pis idi, xeyr. Elə bir insan göstərin ki, qalxsın mələklərlə eyni dərəcəyə çatsın. Mələklərin məqamında olsun. Onlarla bir cərgədə dayansın, səhvlərdə dayansın, ibadət eləsin. İblis bu həddə qalxmışdı. Amma elə bir xüsusiyyət var idi onun daxilində. O gözəllikləri, irfani gül çiçəyi toplasa da, o eybin nöqsanı təmizləməmişdi. O otu, alağı təmizləməmişdi. Ona görədir, nə qədər qalxsa da, qalxmağı bir o qədər də həlak edici oldu onun üçün. Amma hansı səbəb onun belin qırdı? Quran buyurur, mələklərə səcdə edin deyildikdə, onlar hamısı fəsəcədu, hamılıqla səcdə etdilər, illa iblisə. İblisdən başqa əba və istəkbəra. O üst çevirdi və təkəbbür göstərdi. Təkəbbür göstərdi. İblisin təkəbbürü Allaha deyildi. İblisin təkəbbürü Allah vəlisinə idi. Allahın seçdiyinə idi. İblisin Allaha təkəbbürü olsaydı, 6000 il ona ibadət etməzdi ki, onun qarşısında rükû səcdə etməzdi ki, ən böyük nümunədir. Xilqətin əvvəlində Allah bizlərə bir fraqment təqdim edir Quranda. Buyurur ki, bəşər əvvəldən axıra bu süjet xətti üzərində imtihan olunacaq. Allah höccətinə, Allahın seçdiyi məsum rəhbərə itaət. Bu mövzuda imtihan, ən ağır imtihanı olacaq bəşərin. Dedi ki, xanım Fatimə bu xislətin qurbanı oldu.
ona qarşı çıxanlar, ona zülm edənlər bu xislətin əhli idilər. Təkəbbürdən Allah vəlisin qəbul etməmək xanım Fatimənin məzlumiyyətinə, tənhalığına, müsibətinə və cavan yaşında şəhadətinə səbəb oldu. Təkəbbür o qədər təhlükəli xüsusiyyətdir. Xanım Fatimədən bir hədis oxudum, bu mövzu üzərində məni daha çox düşündürdü. Namazın vacib edilməsindən danışır, buyurur: "Cəalallahu salata tənzihən lakum anil kibr." Bilirsiniz Allah niyə namazı sizin üçün qərar verdi, vacib etdi? Tənzihən lakum anil kibr. Sizi təkəbbürdən pak etmək üçün, təkəbbürdən təmizləmək üçün. Xanım buyurur, namazın əsas işi budur, insan övladın bəşəri təkəbbürdən təmizləsin. Çünki məsələ bu məsələdir. Yaradılışın sujet xətti budur, bu təkəbbürdən amanda qalmaq əsas qəhrəmanlıqdır. Çünki nöqsan buradan başladı, çünki üsyan buradan başladı. Həzrət Peyğəmbər bir kəlamında buyurur, Adəmə Allah Teala belə ərz etdi: "Ya Adəm, İblis də günah etdi, üsyan etdi, sən də üsyan etdin. Amma İblis üsyan etdi və təkəbbür etdi. Sənsə üsyan etdin, təvazökarlıq etdin. İblis sənə görə təkəbbüründən üsyan etdi mənə, sənə təkəbbüründən, səni qəbul etməməkliyindən üsyan etdi mənə. Odur həlak oldu. Sən də qadağan olunmuş ağaca yaxınlaşdın, üsyan etdin. Amma Məhəmmədə və əhl-i beytinə təvazökarlıqdan nicat tapdın. Onların vilayətin qəbul etdiyinə görə səadətə çatdın, qurtuluşa çatdın. Yaradılışın sujet xətti budur. Əsas qayəsi budur. Namazı Allah buna görə qərar verib, xanım buyurur. Tənzihən ləkum anil kibir. Sizi münəzzəh eləsin, pak eləsin təkəbbürdən. Təmizləsin sizdə olan aşkar və gizli təkəbbürü. Təkəbbür bir xüsusiyyətdir ki, digər xüsusiyyətlərlə fərqlənir. Xüsusi səciyyələri var. Məsələn, həsəd insanlarla münasibət zamanı ortaya çıxır. Quran buyurur, Allaha sığın və min şərri hasidin izə həsəd. Həsədi tutanda, paxıllığı tutanda həsud adamın, həsəd eləyənin şərrindən sığın. İnsanlarla ünsiyyətdə bu bəzən aşkara çıxır, adətən aşkara çıxır. Amma təkəbbür təkcə insanlarla ünsiyyətdə aşkara çıxmır. Allaha və haqqa qarşı da özünü biruzə verə bilir. Və özü də çox gizli şəkildə ola bilir əksər hallarda. Bəzən insan namaza rüküyə boyun əyə bilmir, səcdiyə gələ bilmir, yubadır vaxtı. Təxirə salır. Niyə? Daxilində gizli təkəbbürü var. Bu təkəbbür qoymur onu səcdə eləməyə. Amma o bunun fərqində deyil. Fərqində deyil, daxilində Allaha qarşı, haqqa qarşı təkəbbürü var. Bu qiyamətdə aşkara çıxacaq və çox pis olar insan üçün. Odur bizə deyirlər ki, nə qədər sağsuz, mutu qablə təmutu. Həzrət Əli əleyhissalam buyurur, ölməmişdən qabaq ölmüş kimi
Özünüzü hesab eləyin. Necə olacaq halınız? Ölməmişdən qabaq ölün. Hesaba çəkin, öləndən sonra necə olardınız? O intervyu götürürlər, sabah ölsən neyniyərsən? Biri deyir, məscidə gedərəm, namaz qılaram, oruç tutaram, yaxşılıq eləyərəm. Elə hesab elə, sabah öləcəksən, başla. Ölməmişdən qabaq ölün. Bu mənada təkəbbürdür insanı Allah qarşısında alçaqların alçağı eləyir. İmam Sadiq əleyhissalam buyurur, təkəbbürdən amanda qalan şəxs kəramət və böyüklük əldə edər. Təkəbbürün əsas vurduğu zərbə vilayət məsələsidir. Allah vəlisinin vilayəti, insanın ən çox qəbul edə bilmədiyi məsələ budur. Özündən üstün olan kəramət sahiblərin qəbul etmək. Çox gizli sifətdir, gizli xüsusiyyətdir. İnsan onu asanlıqla etiraf etmir. Buna görə təhlükəlidir. Ümumiyyətlə, insan daxilində olan, bu Həzrət Əli əleyhissalamın kəlamıdır. Buyurur, insan daxilində nə qədər eyiblər var ki, onlar heç də hamısı asanlıqla üzə çıxmır. Bunlardan biri də və böyüyü də təkəbbürdür. Təkəbbür iki cür olur. Biri özünü böyük etmək, ikincisi də özünü böyük görmək. Əgər insanın böyümə hissi doğru şəkildə təmin olunarsa, heç vaxt o özünü böyük göstərmək məcburiyyətində qalmaz. Nədən doğur təkəbbür? Böyümə hissi insanda doğru şəkildə təmin olunmur, doğru şəkildə inkişaf eləmir. Bir səbəb budur, ona görədir, böyüməyib ruhən, amma özün böyük göstərməyə çalışır. Əslində isə böyüməyib ruhən. Düzgün həyat tərzi seçməyib, düzgün fikirlə, düzgün əqidə ilə yaşamayıb və gəlir çatır bir yaşa, böyüməli idi, böyüməyib, məcbur təkəbbür göstərir. Daxili izzət və kəramətin yerin zahiri kibir tutur, təkəbbür tutur. Səbəblərdən biri budur. Biri də böyümək meylinin yanlış məcraya yönəlməsi, sapması. Məsələn, bəziləri elə düşünür ki, dünya zinətləri ilə başqaları ilə yarışarsa və ya cəmiyyət içində daha böyük nüfuza malik olarsa, böyümək hissinə cavab vermiş olarlar. Çox tanışım olsun, onun yanında nüfuzum, bunun yanında nüfuzum. Buna hədəflənir, buna fokuslanır. Düşünür ki, bu böyümə hissimi təmin eləyər. İnsanda daxili istək, insan böyümək istəyir. Bu uşaqlıqdan bizim fitrətimizdədir. Baxın uşaqlara, tez böyümək istəyirlər. Böyüklər o hissi düzgün yönəltsələr, o böyümə hissi uşaqda düzgün inkişaf eləyər. Düzgün tərbiyə ilə, düzgün əqidə ilə formalaşsa uşağın düşüncəsi, o böyümə hissi də düzgün inkişaf eləyər. Digər səbəb də tələskənlikdir. Məsəl var, bağban həmişə tələsir də, hələ meyvə yetişməyib istəyir, dərsin, dadına baxsın, dərir, baxır, zay edir sadəcə o meyvəni. Bəzən insan bir məsələdə, bir sahədə yetişməyib, böyüməyib hələ, tələsir özünü böyük göstərməyə.
Hər sahə belədir. Və bu da təkəbbür hissinin böyüməsinə səbəb olur. Bacarmır, amma lovğalanır. Və ən başlıca səbəb bilirsiniz nədir? İnsanın böyüməsində Allahın rolunun görməzlikdən gəlməsi insanın. Allahın rolunu görməzlikdən gəlmək. İnsan anlaya ki, mənim şəxsiyyət və məqamımın böyüməyində Allahın rolu bilavasitədir. Quran buyurur, hər kəs izzət istəsə, bilsin izzət, qüdrət, o ilahi böyüklük, əzəmət Allaha məxsusdur. Əl-izzətu lillah və lirrasul və lilmüminin. İzzət Allahdandır, onu özündə, peyğəmbərində və möminlərdə qoyar. Bu yoldadır izzət. Böyüklük Allahdan olmalıdır. Təkəbbür də böyümək, böyüklük deməkdir. Amma bu olmadığın şəkildə özünü göstərməkdir. Halbuki sən o deyilsən. Allah vəlisinə təkəbbür xanım Zəhranın qeyd elədik. Şəhadətinə səbəb oldu, məzlumiyyətinə səbəb oldu. Həzrət Əlinin bu acını, bu müsibəti yaşamasına səbəb oldu. Xanım Fatimə dünya xanımlarının seyyidəsidir. Allahın sevib seçdiyi, razı qaldığı bir bəndədir, bir xanımdır. Allah vəlisinə qarşı necə təkəbbür göstərmək olar? Bu deməkdir ki, bir şəxs Allah vəlisinə verilmiş əzəməti görür, amma kinə görə ona dözə bilmir və ya onun qarşısında təvazökarlıq edə bilmir. O da iblisin nümunəsin, şeytanın nümunəsin yaddan çıxarmayaq. İlk hücum baş verir Peyğəmbərdən sonra. Tarix belə bəyan eləyir. İslamın ən qara tarixidir. Peyğəmbər şəhadətə çatır, dünyadan köçür. Bir evə hücum olunur, evə və əhlinə. Maraqlıdır ki, o ev və onun əhli Qur'anda yutəhhirakum təthira ya əhləl beyt deyə xitab olunur. Ey ev əhli, Allah sizi hər cür eyb və nöqsandan paçlaşdırdı deyə xitab olunur. İlk hücum həmin evə olunur. Xanım Fatimə buyurur, evə hücum olunanda o filan kəsin nökəri, qulamı qapıya təpiklə zərbə vurdu. Mən qapının arxasında deyir, əlimi tutmuşdum, and verirdim ki, çıxın gedin buradan. Allah Peyğəmbərinin ailəsinin əzəmətini sındırmayın. Nə üçün idi bu hücumlar? Nəyə görə idi bunlar? Ona görə idi ki, Allaha və Peyğəmbərinə qarşı təkəbbür etməyə gücü çatmayanlar bu təkəbbürlərin Allah vəlisinə qarşı yönəltdilər. Əvvəldə çalışdılar Allaha qarşı, Peyğəmbərə qarşı da təkəbbürlük etsinlər. Amma gücləri çatmadı və bu təkəbbürlərin Allah vəlisinə qarşı yönəltdilər. O da Allahdan və Peyğəmbərindən qisas alırmışcasına davrandılar Peyğəmbər qızı ilə. Nə qədər ağır, nə qədər məzlumanə səhnədir xanım Fatimənin yaşadığı müsibətlər.
Biz xanımın əzəmətindən danışırıq. Bunlar boş təriflər deyil. Bəzən o rəsmi məclislərdə olur, yığılır, kimsə tərif eləyir. Söz xatirinə. Yox. Bilək ki, biz çalışırıq o əzəmətli xanımın məqamından dəryadan damla misalı bir zərrə götürə bilək, anlaya bilək, mərifət eləyə bilək. Bizim istəyimiz budur. Yoxsa ki, Allah Rəsulü buyurur, qızım Fatimə Qədr gecəsi kimidir. Qədr gecəsi kimidir. Məqamı tanınmır, bilinmir. Mən həmişə düşünürdüm ki, bu məqam ki verilir Allah höccətlərinə, onlarda bizim kimi nəfs, tamah, nə bilim də, arzular, istəklər, dünya malına, zinətlərinə istəklər fitrətən heç mi yox idi? Yox idisə bunların bu seçilmiş olmalarının nə dəyəri? Yox idisə onsuz da yox idi də. Onlar nə ilə mübarizə aparırdılar ki? Bir şey ki yoxdur, tamah yoxdursa insanda, insan nə ilə mübarizə aparıb alim məqama çata bilər? Yox, belə deyil. Onların da var idi bu istəkləri. Özü də bizdən daha çox idi. Onlar bizdən dünya zinətlərinə daha çox agah idilər. Onun dəyərini də daha çox bilirdilər. Nə qədər zinət olduğunu da daha çox bilirdilər. Lakin daha uca səbəblərə görə o zinətlərdən vaz keçirdilər. Biz desək, heç istəməyib düzgün qiymətləndirmərik. Xanım Fatimə o cavan xanım idi də, 18 yaşlı xanım. İstəmirdi ki, digər xanımlar kimi bərbəzək zinət əşyası taxsın. İstəyirdi də, taxırdı da. İstəmirdi evin bəzəsin, istəyirdi də. Lakin bəzi məqamlar ortaya çıxanda xanım gözəl şəkildə imtahan verirdi. Nəql edirlər, Həzrət Əli əleyhissalam o döyüşlərin birindən əldə olunan qənimətdən xanım üçün bir qızıl bilərzik almışdı. Bir qədərində evə pərdə, evi süsləmişdi, bəzəmişdi. Peyğəmbər əleyhissalam səfərdən qayıdır. Həzrət Peyğəmbərin adəti idi. Səfərə gedəndə sonuncu ziyarət etdiyi xanım Fatimə idi və səfərdən qayıdarkən də ilk ziyarət etdiyi xanım Fatimə idi. Və ilk ziyarəti xanım Fatimənin evinə olur. Daxil olur evə, görür o süstü, o bəzəyi, xanımın qolundakı bilərziyi. Deyir, qızım, sən bilirsən mənim qızımsan və mən istəmərəm mənim qızımın cəhənnəmdə oddan boyunbağısı ola. Peyğəmbər əleyhissalam bu kiçik bir işarəni verir xanıma, tərk eləyir, gedir. Xanım anlayır Allah Rəsulunun bu işdən məyus olmağını, pərdələri də açır, qolundakı bilərziyi də çıxarır, göndərir övladları Həsən Hüseyin əleyhissalamdan, aparın bunu Allah Rəsuluna, özü məsləhət bildiyi şəkildə Allah yolunda xərcləsin, sərf eləsin. Belə deyildi, istəmirdi, belə deyildi, marağı yox idi. Yox, var idi, lakin nəfsi ən gözəl şəkildə islah etməyi bacarırdı. Nümunə bu cür olar. Onda nəfs yoxdur, məndə varsa o mənə necə nümunə ola bilərdi? Mən islah etmə nümunəsini necə götürə bilərdim? Nəfsimi necə islah edim? Bu nümunəni necə götürə bilərdim? Seçim eləyir. Allah və onun Rəsulunun razılığını seçir. Buyurur, mən sizin dünyozdan 3 şeyi sevirəm. Maraqlıdır. Biz bu dünyadan nəyi sevirik? Çox şeylər sevirik, çox şeyləri xoşlayırıq. Amma
Allah dostlarının sevdikləri də bir qəribədir, bir başqadır. Buyurur, sizin dünyozdan 3 şeyi sevirəm. Biri Allahın kitabın tilavəti kitabillah, Allahın kitabın tilavət eləmək, Quran oxumaq. Biri Peyğəmbərin üzünə baxmaq, çox sevirəm. Allah Rəsulunun üzünə baxmağı, üzünə tamaşa eləməyi. Biri də Allah yolunda infaq eləməyi. Buyurur, mən çox sevirəm sizin dünyozdan bunları. Budur imtihandan keçmiş xanım. Mən sözümü tamamlayıram. İnşallah məni də dua eləyərsiniz. Yazırlar, nə qədər acı səhnədir Peyğəmbər qızının bu halı. İnsan düşünəndə nə qədər qəmlənir. Həzrət Əlinin qəminsə heç təsəvvür belə etmək olmur. Xanım şəhadət yatağındadır. Həzrət Əli də oturub onun başı üstündə. Doğrudan bir əzizini itirəcəyini anlayasan və ondan istəyəsən ki, vəsiyyət elə. Hələ o əzizin heç ayrılmaq istəmədiyin biri ola, deyəsən vəsiyyət elə. Vəsiyyət elə bu deməkdir ki, barışmışam da artıq səni itirməklə məcburam barışam. Vəsiyyət elə, xanım. Yazırlar, xanım o qanla dolan gözlərin tutdu Həzrətin üzünə, dedi, ya Əmir əl-Müminin, sən heç zaman məndən xəyanət görməmisən, heç zaman məndən yalan görməmisən, elə deyil. Sual edirdir xanım. Bu günə dək səninlə fikir ayrılığına düşməmişəm. Sən nəyi necə fikirləşmisənsə, mən də səndən bahəm olmuşam. De görüm, məndən razısan, ya narazısan Allah. Yazırlar, Həzrət Əli onun bu sözlərindən çox təsirlənir. Deyir, Allaha sığınıram Fatimə. Səni necə tənqid edə bilərəm? Çünki sən öz Rəbbini yaxşı tanıyırsan. Rəbbin yaxşı tanıyanlar tənqid olunmağa yer qoymur ki. Salih əməl və təqva sahibisən, səni necə tənqid edim? Fatimə, amma bil ki, sənin ayrılığın mənə çox ağır gəlir. Bu heç bir təsəllisi olmayan, geri dönüşü mümkün olmayan bir müsibətdir. Yazırlar, onların hər ikisi göz yaşına boğulur. Əli Fatiməni bağrına basır və belə deyir, xanım, vəsiyyət elə. Vəsiyyətin nədir? Bir neçə şey xanım vəsiyyət edir. Onun da biri budur. Ya Əmir əl-Müminin, məni tabutda dəfn eləyərsin. Biri budur, istəyirəm məndən sonra ailə qurasan. Həsənim, Hüseynim, Zeynəbim anasızlığın acısını çox çəkməsinlər. Və bir dənə də ağır bir vəsiyyət edir. O rəhmət təcəssümü, rəhmət təcəllisi niyə görəsən bu cür ağır bir vəsiyyət edir? Düşünürəm, bu bizlər üçün onun necə məzlum olduğu, vilayətin necə məzlum olduğunun bir göstəricisi idi və sonda buyurur, ya Əmir əl-Müminin, məni gizli dəfn elə.
İnsanlar yatsın, yatandan sonra məni apar dəfn elə. Heç kim bilməsin. Və bizim haqqımızı qəsb edənləri də, bizə zülm edənləri də mənim dəfnimdə iştirak etməyə qoyma. Mənə namaz qılmağa qoyma onları. Fatimə, niyə belə edirsən? Niyə belə istəyirsən? Çünki artıq çarəsi qalmamışdı xanımın. O qədər mübarizə apardı, yoruldu, bacara bilmədi o təkəbbürlü ümmətlə. O təkəbbür əhlinin qurbanı oldu və bir mesaj verdi ki, bilin, anlayın, Peyğəmbər qızının məzlumanə şəhadəti və məzlumanə dəfni, gecə yarısı dəfni nələrinsə baş verdiyindən xəbər verir. Ey agah insanlar, ey ağıl sahibləri, siz düşünün və nəticəyə gəlin. Məzlum Zəhra, məzlum Zəhra, sallallahu aleyki ya Fatimə, sallallahu aleyki ya Fatimətə Zəhra, sallallahu aleyki ya Fatimətə Zəhra, alə lənətullah aləl qavmiz zalimin.